Dorothy idi 20-ci əsrdə yaşamış qadınlardan ən qeyri-adisidir. Yox, o kosmosa uçmamışdı. Hollywood ulduzu da deyildi. Siyasətdən zəhləsi gedirdi. Nobel mükafatı da almamışdı. Amma onu başqalarından fərqləndirən bir cəhəti vardı. Elə bir cəhət ki, bütün həyatını dəyişdi və onu bütün dünyada məşhurlaşdırdı. Dostlar, bu sirli qadından danışmazdan öncə sizdən kanalımıza abunə olmağı, videomuzu bəyənsəniz paylaşmağı xahiş edəcəyik. Mənim xalqım. Bu qəribə əhvalat 1907-ci ildə başladı. Britaniyada yaşayan 3 yaşlı Dorothy evlərindəki hündür nərdivandan yıxıldı və huşunu itirdi. Hadisə yerinə çağırılmış həkim uşağa baxdıqdan sonra əllərini yellədi. Bu daha yaşamaz, gecdir, təəssüf edirəm. Həkim tibb bacısını qarşılamağa getdi. Birlikdə qızcığazın meyitini morqa aparacaqdılar. Tibb bacısı ilə geri qayıdan həkim gözlərinə inanmadı. Meyit dirilmişdi. Balaca Dorothy sanki heç nə olmamış kimi həyətdə ora-bura qaçır, oynayırdı. Valideynləri də, həkim də donub qalmışdılar. Amma həmin vaxtdan qızcığazın həyatı dəyişdi. Dorothy daim yuxusunda Misir ehramlarını görürdü. Zaman keçdikcə kiçik qız gündüzlər də transa düşməyə başladı. Ən qəribə hadisə isə valideynləri Dorothy'ni Britaniya muzeyinə aparanda baş verdi. Valideynləri muzeyin cansıxıcı havasının uşağı tez yoracağından ehtiyat edirdilər. Elə də oldu. Əvvəlcə Dorothy ağladı, vurnuxdu, amma Misir bölməsinə çatanda hər şey dəyişdi. Sanki onun yorğunluğundan əsər əlamət qalmamışdı. O eksponatları öpür əzizləyir, birindən digərinə qaçırdı. Axırda şüşə sarkofaqın içində saxlanan mumyanın yanında donub qaldı. Valideynləri ona aparmaq istəyəndə Dorothy böyük insanlara xas olan tamam yad səslə qışqırırdı. Əl çəkin məndən, mən öz xalqımla qalacağam. Doğma ev. Dorothy böyüdükcə onun Misirə bağlılığı artırdı. Atası qızına uşaq ensiklopediyası hədiyyə etdi. Orada Misirə aid olan bölümü qızcığaz təkrar-təkrar oxuyur, kitabdakı şəkillərə baxırdı. Qədim Misir yazılarının şəkillərini görərkən Dorothy deyir ki, bu dili haçansa bilirmiş, sadəcə indi unudub. Bir dəfə isə jurnalda Abidosda olan qədim məbədlərdən birinin şəkli dərc olunmuşdu. Şəkli görən Dorothy dedi ki, əvvəlki həyatında burada yaşayıb. Məbədin ətrafında isə güllü çiçəkli bağ olub. Atası onu dilə tuturdu ki, bu məbəd 1000 illər əvvəl olub, həm də səhrada bağ ola bilməz. Ancaq qız öz dediyindən dönmürdü. Mən burada yaşamışam. Dorothy sonralar Britaniya muzeyinin daimi tamaşaçısına çevrildi. Burada o, tanınmış misirşünas Ernest Wallis ilə tanış oldu. Alim gənc qıza qədim Misir əlifbasını öyrətməyə başladı. 27 yaşda olarkən Edie Dorothy ictimai-siyasi jurnallardan birində işə düzəlir. O burada Misirin müstəqilliyini dəstəkləyən məqalələrlə çıxış edir. Edie jurnalda işləyərkən Misirli İmam Əbdülməgid ilə tanış olur. 2 il sonra Misirlinin evlilik təklifini qəbul edir. Nəhayət 1933-cü ildə Edie Dorothy əri ilə birgə arzularının ölkəsi olan Misirə yola düşür. 1 il sonra onların oğlu doğulur. Atası nə qədər andaman etsə də, Edie oğluna Seti adı verir. Seti 1300 il qabaq Misiri idarə edən fironlardan biri idi. Amma uşaq yeni doğulsa da gənc ailə dağılmaq üzrə idi. Ər Qahirənin mərkəzinə köçmək istəyirdi. Edie Dorothy isə şəhərin kənarında yaşamaq arzusunda idi. Çünki oradan səhradakı piramidaları yaxşı sezmək olurdu. Dorothy deyirdi ki, imam ultra müasirdir, mənsə ultra qədim. Arvadının gecə sayıqlamaları da imamı əsəbləşdirirdi. Edie gecələr gözyumlu halda dəftərçəsinə nə isə yazırdı, özü də qədim Misir yazısı ilə. Özü etiraf etdiyinə görə sözləri ona kimsə pıçıldayırdı. Dorothy deyirdi ki, əvvəlki həyatında adı Benşurut olub, kasıb ailədə doğulub və məbəddə qulluq edib. Bir dəfə məbədə Firon Set gəlib və Benşuruta vurulub. O qızla sevişib və onların oğlu olub. Lakin Firon Set o vaxtı həlak olub. O həlak olduqdan sonra məbədin rahibləri Benşurutu və oğlunu öldürüblər. Abidos. 3 ildən sonra onların nikahı dağılır. İmam İranda səfirlik işinə təyinat alır. Dorothy isə oğlu ilə Gizə piramidaların yaxınlığına köçür və Misirin tarix departamentində işə düzəlir. Edie'nin bir arzusu vardı. Uşaqlıqdan yuxularında gördüyü Abidos'a köçmək və orada dəfn olunmaq. Bu arzusuna o 20 ildən sonra çatdı.
1952-ci ildə İdi çox sevdiyi Abidos şəhərinə getdi və Firon Setin piramidasında gecəni dua etməklə keçirdi. Sonra yenidən oğlunun yanına qayıtdı. İdi rəhbərliyə yalvarırdı ki, onu Abidosda hər hansı bir işlə təmin etsin. Ancaq rəhbərlik bu istəyə könülsüz yanaşırdı. Abidos o vaxt evləri gildən olan balaca kənd idi. Nə elektrik vardı, nə sivilizasiya. İngilis dilini bilən də yox idi. Əcnəbi ağdərli qadın burada necə yaşayacaqdı? Nəhayət 1956-cı ildə rəhbərlik ona Abidosda iş tapdı. Məbədlərdəki barelyeflərin tədqiqatı. İdi gündə $2 işləyirdi. Həmin vaxtda artıq Dorothy'nin oğlu atasının yanına İrana getmişdi. Heç bir maneə yox idi. Qadın Abidosa köçdü, yerlilərlə dostlaşdı, həyətində keçi toyuq saxlamağa başladı. Eyni zamanda bura gələn turistlərin sevimlisi oldu. Heç kim qədim Misir haqqında onun qədər bilmirdi və belə həvəslə danışmırdı. Arxeoloji qazıntı zamanı o uşaq vaxtı yuxularında görüb haqqında atasına danışdığı güllü çiçəkli bağı tapdı. O zaman atası qıza inanmamışdı. Bu tapıntı Dorothy'yə dünya şöhrəti gətirdi. Onun yuxuları haqqında artıq hamı danışırdı. İdi dedi ki, Abidosda qədim Misir kitabxanası var. O mütləq tapılacaq. Əgər bu tapıntı üzə çıxsa, bu əsl sensasiya olacaq. İdinin fəaliyyəti qiymətləndirildi. Britaniya Arxeoloqlar Cəmiyyəti 1960-cı ildə ona təqaüd təyin etdi. 5 il sonra Misir prezidenti ona Misirə xidmətlərinə görə ordenini verdi. İdi Dorothy 1981-ci ildə dünyasını dəyişdi və arzuladığı kimi Firon Setin məbədinin yaxınlığında dəfn edildi. Daha bir videomuzun sonuna gəldik. Hələlik!